Bismillahirrahmanirrahim. İslam Peyğəmbərinin vəfatından sonra İslam dünyasında iki mühüm hadisə baş verdi. Biri Səqifə İmam Əli ilə Salman haqqının qəsb olunması, digəri isə Fədəy bağının xanım Fatimə Zəhradan alınması idi. Fədəy bağı haqqında danışanda iki mühüm sual yaranır. Fədəy bağı hədiyyə idimi, yoxsa miras? Əgər miras idisə də görəsən Peyğəmbərlərdən sonra həqiqətən də miras qalmır? Əvvəlcə onu qeyd etmək lazımdır ki, İslamın böyük alimlərinin yekdilli nəzərinə əsasən Fədəy bağı hədiyyə idi. Şiənin böyük alimləri Koleyni, Şeyx Mufid, Şeyx Saduq, Şeyx Qumi, Əlamə Məclisi və digərləri kitablarında qeyd edirlər ki, İsra surəsi 26-cı aya nazil olduqdan sonra İslam Peyğəmbəri Salvatullah Fədəy bağını qızı xanım Fatimə Zəhra salamullah əleyhaya hədiyyə etdi. Eyni hədisləri biz Əhl-i-Sünnənin mötəbər kitablarında böyük alimləri tərəfindən də nəql edildiyinin şahidi oluruq. Habelə Bilazuri, İbn Həcər, Cəlaləddin Suyuti, Nişapuri bu hədisi öz kitablarında qeyd edirlər və deyirlər ki, İsra surəsi 26-cı aya nazil olduqdan sonra Allah Rəsulu Fədəyi qızı xanım Fatimə Zəhraya hədiyyə etdi. Və bunlardan da məlum olur ki, Fədəy bağı miras deyildi, hədiyyə idi. Nəzərə almaq lazımdır ki, Fədəy bağı müsəlmanların hər hansısa bir müharibədə əldə etdiyi qənimət deyildi. Fədəy bağı Peyğəmbərin şəxsi mülkü idi və Fədəy yəhudiləri tərəfindən Peyğəmbərə verilmişdi. Bir dəstə insanlar Fədəy bağının miras olduğunu iddia edirlər və deyirlər ki, Peyğəmbərlərdən sonra miras qalmır. Fədəy bağının hədiyyə olduğu bütün İslam aləminə məlumdur. Bəs görəsən Fədəy bağı miras olsaydı doğrudan da mı Peyğəmbərlərdən sonra miras qalmır? Əslində bu sualın cavabını xanım Fatimə Zəhra salamullah əleyha Fədəkiyyə xutbəsində geniş bir şəkildə verir. O Mədinə məscidində birinci xəlifənin və onun həvadarlarının eyni zamanda ənsarın cəm olduğu yerdə məhz bu suala cavab verir və birinci xəlifəyə buyurur ki, necə olur ki, sən öz atandan irs apara bilirsən, amma mən öz atamdan irs apara bilmirəm. Və birinci xəlifə deyir ki, mən Peyğəmbərdən eşitmişəm ki, Peyğəmbərlərdən irs qalmır. Xanım Fatimə Zəhra salamullah əleyha ona deyir ki, mənim atam heç vaxt Qurana zidd danışmazdı. Qur'an-ı Kərimin Məryəm surəsində Zəkəriyyə Peyğəmbər Allahdan varis istəyir. Bir oğlum olsun, mənə varis olsun deyir. Və eyni zamanda Qur'an-ı Kərimdə bir neçə dənə də miras haqqında, irs haqqında ayələr var ki, orada da oğul və qızların varis olduqları qeyd olunur və bu ayələr ümumilikdə xitab olunmuşdu bütün insanlara. Əgər peyğəmbərlər bu ayələrdən istisna olsaydı, əlbəttə ki, Allah Taala bunu öz kitabında qeyd edərdi. Bununla da məlum olur ki, Fədəy bağı miras olsaydı belə yenə də xanım Fatimə Zəhra salamullah əleyhanın haqqı idi və birinci xəlifə və eyni zamanda onun havadarları bu bağı xanım Fatimədən almaq ilə onun haqqını qəsb etdilər.